Salam hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində eyni zamanda Təzə Şəmkir avtovağzalına çox yaxın bir ərazidir. Bundan başqa onu da deyə bilərəm ki, deməli Gəncə Şəmkir avtomagistral yolundan təxminən maksimum 100 metr məsafədə, bunu da yenidən əlavə edirəm. Deməli, Təzə Şəmkir avtovağzalından bax bu həyət evinə qədər olan məsafə maksimum, bax avtovağzalın özündən, svetoforun, avtobuslar dayanan yerdən bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. Hal-hazırda deməli mən bağçasını göstərirəm. Onu da deyim ki, sənədi çıxarışdır, evin öz sənədi kupçadır, yəni alqı-satqı gedən sənəddir. Asan xidmətdə 92,6 kvadrat metrdir, xüsusi mülkiyyətdir. İndi mən ev haqqında sizə məlumat verim. Mən deməli, indi bağçasını göstərirəm. Qarşıda gördüyünüz, bax bu ərazi hovuzdur, baseyndir, 25 tonluqdur. 26 ədəd ağac növü var. Hal-hazırda mən onu sizə göstərirəm. Bundan başqa bax, qarşıda gördüyünüz kimi belə bir yarım tikili var. İndi isə mən evin üst hissəsini göstərirəm. Dediyim kimi sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir, evin öz sənədi, qeydiyyata düşmək mümkündür. Bax, belə bir evin, məhəllə evinin deməli satış qiyməti hal-hazırda 98.000 manatdır. Yəni hal-hazırda ona görə deyirəm ki, razılaşması var. 3 tonluq bakıda var. İndi evə daxil oluram. Gördüyünüz kimi kürsülüdür. 2 qat kubiklə hörülüb. Koridor proyektlidir. Bax, belə bir həyət evinin deməli satış qiyməti 98.000 manatdır qiymətində. Mən bildiyimə görə razılaşma olmalıdır. İndi deməli koridorunu göstərirəm. 5-in 2-yə yaxın bir ölçüdür. 5-in 6 metr uzunluğudur. Burası isə hamamıdır. Bax, gördüyünüz kimi təmirlidir. Bax, bu cür. İndi isə sağda isə deməli mətbəxidir. Mətbəx mebeli evdə qalır. Mətbəx mebeli evdə qalır. 3-ün 4-dədir. Deməli, burada necədir? Bax, 92,6 kvadrat metrdir hamısı. Bax, burada deməli 3-ün 4-dədir. Gördüyünüz kimi təmirlidir. Koridor proyektlidir. Dediyim kimi Gəncə Şəmkir avtomagistral yolundan bu həyət evinə qədər olan məsafə maksimum 100 metrdir. Yəni 100 metr. Burası ikinci otaqdır. İndi isə otaqlardan birinə keçirəm. Bax, buranın ölçüsü 4-ün 5-ədir. Bax, belə bir həyət evinin qiyməti 98.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Burası zaldır. Zal 4-ün 6-yadır. Bax, belə bir həyət evinin yenidən bu sözü təkrar edirəm. Deməli, kamerası var. Onu da deyim, internet xətti var, hal-hazırda işlək vəziyyətdədir. Qiyməti 98.000 manatdır, qiymətində mütləq razılaşma olmalıdır. Bax belə, sizlərə uğurlar.